cəmaatdan pilot layihə adı ilə evi dəyər dəyməzinə alıb özü oradan varlanmaq istəyir. Və bunu əksər MTK-lar bu gün eləyirlər. Cəmaat da bundan kifayət qədər narazıdır. Deyir, mən evimi, ay MTK, satıram sənə kvadratını 3000 manatdan. MTK da deyir ki, bu gün bazarda qiymət 3000 deyil, 1500-2000 arasında dəyişir. Halbuki vətəndaşın evini sökəcək, orada başlayacaq bina tikməyə, kvadratını cəmaata satacaq 3000-dən və daha da baha, amma evin sökən adama kifayət qədər az pul vermək istəyir. Burada da adam haqlıdır. Ona görə haqlıdır ki, mən deyir evimi elə qiymətə vermək istəyirəm ki, illərlə Bakı mərkəzində yaşamışam. Elə buradan da ya mənə ev ver, öz tikdiyim binadan, ya da ki, mənə elə bir pul ver ki, sənin qonşuluğundan gedim özümə ev ala bilim. MTK da bunu eləmək istəmir. Nəticə etibarı ilə də uduzan kimi olur? Adi vətəndaş. Bu MTK-lar məsələsində ən çox paytaxtın mərkəzində bina tikən MTK-la cəmaat arasında yaşanır bu problem. Nəsimi rayonunun ərazisində. Var orada Vialon MTK var, Pilot 16 var. Bu yaxınlarda elə biri də eşitdiyi mətbuatda da getdi. Nizami Siyit adında bir MTK var və bunlarla cəmaatın mütəmadi biz problemlərin elə görürük, eşidirik. Ay vətəndaşla MTK arasında növbəti problem elə xəbər proqramlarının gündəlik demək olar, belə deyim də, manşetlərindədir bu mövzu.